Törədilmiş ölüm, qırğın və sair pis hadisələrdən və pis həyat şərtlərindən ötəri dünyaya səs salmış bəzi həbsxanalar var. Həmin həbsxanaların adı çəkilən zaman hər kəsin ağlına dəhşət, ölüm, şiddət gəlir. Heç kəs bu həbsxanalarda nəinki olmaq, hətta heç yaxınlığından belə keçmək istəməz. Dünyanın ən təhlükəli 10 həbsxanasını sizə təqdim edirik. Braziliya Carandiru həbsxanası. Braziliyanın Carandiru həbsxanası cəhənnəm əzabını xatırladır. Burada xüsusi qəddarlıq hökm sürür. Ölüm kamerası adlandırılan bu həbsxana vəhşiliklərinə görə dünyada birinci yeri tutur. Ən qorxulu həbsxana olan Carandiru da hər gün məhbuslarla nəzarətçilər arasında müharibəni xatırladan dava baş verir. Bu səbəbdən də həmin yerdə hər gün bir neçə insan ölür. Dünya tarixinin ən qanlı üsyanı olaraq qeydlərə keçmişdir. Məhkumlar ya rəqib şəbəkənin üzvləri tərəfindən öldürülür, ya da həbsxanada bol gəzən xəstəliklərdən ölürlər. Hər 5 məhkumdan biri ilk 6 ay ərzində gics xəstəliyinə tutulur. Məhkumlara tualetdən istifadə qadağan edilir. Məhkumlar tualet məqsədi ilə su şüşələrindən istifadə edirlər. Həyat şərtlərinə etiraz etmək istəyən 10 məhkumun ağızlarını iynə ilə tikdilər. Braziliya xalqı günahkarların yaxşı vaxt keçirməsini deyil, cəzasını çəkməsini istəyir. Venezuela La Sabaneta həbsxanası. 25 min məhkumun 15 min nəfərlik bir sahədə tutulduğu həbsxanada rüşvət düşkünü gözətçilər zəngin məhkumlara daha uyğun və geniş şərait yaradırlar. Həbsxanada 150 məhkum başına düşən gözətçi sayı yalnız bir nəfərdir. Avtomat, tüfəngdən tapancaya qədər hər cür silah məhkumlarda mövcuddur. 1994-cü ilin yanvar ayında çıxan bir qarşıdurmada 100-dən çox məhkum öldürüldü. 2005-ci ildəki başqa bir qarşıdurmada 196 məhkum öldürüldü. Sabaneta həbsxanası ən qəddar cinayətkarların saxlanıldığı yer kimi tanınır. Venezuelada yerləşən bu yer əsl cəhənnəmi xatırladır. Burada cinayətkarları dəmir qəfəslərdə saxlayırlar. 20 nəfərlik qəfəsdə isə 150-200 nəfər olur. Paris La Sante həbsxanası. Avropadakı az sayda qapalı tipli cəzaevlərindən biri olan La Sante'də məhkumlar yalnız 4 saat gün işığı görə bilir. Gözətçilər də dəhşətli şəkildə mərhəmətsizdirlər. Həbsxanada ağciyər xəstəliyi rütubətli şəraitə görə ən tez yoluxulan xəstəlikdir. Təcrid edilən məhkumlar susuzluqdan ölür. Dünya həbsxanalarında ildə ortalama 24 məhkum intihar edərkən, La Sante'də bu sayı 124 nəfərdir. Məhkumların ən çox seçdiyi intihar üsulu isə təmizlik anbarından oğurladıkları yuyucu və siçan dərmanlarını içməkdir. Bu həbsxanada məhkumlara qarşı xüsusi qəddarlıq hökm sürür. Burada kim zəifdirsə, həmişə təhlükədə olur. New York Rikers adası. Cinayət işlənməyən bir həftənin olmadığı bu həbsxanada bir il ərzində 1000-dən çox bıçaqlanma hadisəsi baş verir. Həbsxananın içində hər cürə silaha rast gəlinir. Hər məhkumun birdən çox silahının olması isə mafiya filmlərini xatırladır. Çıxan qanlı hadisələrə xüsusi olaraq öyrədilmiş və təhciz edilmiş SWAT qrupları müdaxilə edir. Hər həftə hücrələrdə silah axtarışı keçirilir və ələ keçirilən silahlar məhv edilir. Buna baxmayaraq məhkumların necə yenidən silah tədarük etdiyi və həbsxanaya silahları necə rahatca gətirdiyi bilinmir. Rikers həbsxanasında məhbuslarla olduqca amansız rəftar edirlər. Burada dustaqları zorlayırlar və öldürürlər. Kaliforniya San Quentin əyalət həbsxanası. Məhkumlar xüsusi təlimdən keçirilmiş 2000-ə yaxın personal tərəfindən nəzarət altında saxlanılır. 2006-cı ilin fevral ayında həbsxanaya necə soxulduğu hələ də bilinməyən hərbi tipli silahların istifadə edildiyi bir qarşıdurmada 22 polis və 56 məhkum öldü. Qanlı qarşıdurmada 1800 məhkumun hücrə cəzası alması ilə yekunlaşdı. Bu hadisədən yalnız 4 ay sonra irqçilik üzündən çıxan qarşıdurmada isə 500 məhkum yaralanıb. Həbsxanada at oynadan siçanlar, yosun tutmuş divarlar adi bir şeyə çevrilib. Kaliforniyada ən qədim cəza çəkmə müəssisəsi sayılan San Quentin həbsxanasında ölüm cəzasına layiq görülmüş məhbuslar üçün qaz kamerası var. Bura ən ağır cinayətlər törədən məhbusları gətirirlər. Dustaqlara isə olmazın işgəncələr verirlər. Tayland Bangkok həbsxanası. Taylanddan 16 kilometr uzaqlıqda yerləşən Bangkok həbsxanasında məhbusları zəncirdə saxlayırlar. Ölüm cəzasına məhkum edilən məhbusları burada xüsusi dərmanlarla zəhərləyib öldürürlər. Tayland həbsxanalarında həm yerli sakinlər, həm də xarici vətəndaşlar oturur. Sakinlər üçün ayrı bir kamera yoxdur. Məhbusların əksəriyyəti ümumi kameralarda oturur. Həcmi 6,4 metrdir. Tez-tez kameraların birində olanların sayı 30-a çatır. Onlar gündə ən azı 14 saat sərf edirlər. Kameralarda tualet otağı yoxdur.
Məhbuslar öz işlərini şüşələrə və ya çantalara etməyə məcburdurlar. Qidalanma da eyni deyil. Məhbuslar gündə bir dəfə yemək alırlar. Bir qayda olaraq bu düyü və ya tərəvəz şorbasıdır. Qitaran həbsxanası. Ruandada yerləşən bu həbsxana yer üzünün cəhənnəmi adlanır. Həbsxanada 500 məhbus saxlanacağı halda burada 6000 insan cəza çəkir. Kamerada yer dar olduğundan bəzi məhbuslar ayaqüstə gecələməli olurlar. Həyat şəraitinin gərgin olduğu bu həbsxanada məhbuslar yoluxucu xəstəliklərə tutulurlar. Qitaran həbsxanası isə ən qəddar rejimi ilə məşhurdur. Buraya düşən şəxsin sağ çıxması əsl möcüzədir. Həmin həbsxanada cəza çəkənlər acından bir-birlərini yeməyə məhkumdurlar. Bu cəza çəkmə müəssisəsində dəhşətli infeksiya baş alıb gedir. Diyarbəkir həbsxanası. Türkiyənin Diyarbəkir bölgəsində yerləşən bu həbsxana qeyri-insani yaşayış şəraiti və uşaqlara verilən ömürlük həbs cəzası ilə məşhurdur. 1996-cı ildə baş verən hadisə zamanı polis və nəzarətçilər məhbusları vəhşicəsinə döyüblər. Hadisə nəticəsində 10 nəfər həlak olub, 23 nəfər isə xəsarət alıb. Türkiyədə yerləşən Diyarbəkir həbsxanası dünyanın ən təhlükəli həbsxanaları içərisində öz yerini tutur. Nəzarətçilərin qəddarlığı isə məhkumların ölümünə səbəb olur. Bu həbsxananın bir hissəsində isə ömürlük həbs cəzasına layiq görülən uşaq və yeniyetmələr saxlanılır. Suriya Tadmor həbsxanası. Suriyada yerləşən Tadmor həbsxanası isə dünyada vəhşiliklərin törədilməsinə görə top 10-luqda öz yerini tutur. Burada hər şey insanların həyatını cəhənnəmə çevirmək üçün düşünülüb. Burada Prezident Əsədin əleyhinə çıxan məhkumlara dəhşətli cəzalar verilib. Məhbuslar vəhşi itlərə yem edilib. Hər bir məhbusa xüsusi işgəncə verilib. Beynəlxalq İslah müəssisəsi hesab olunan bu yer çox pis vəziyyətin başqa növüdür. Suriyada Həfəz Əl-Əsədin prezidentliyi dövründə o 1980-cı ildə qardaşlar dini cərəyanı olan bütün məhbusların güllələnməsi əmrini vermişdilər. Qırğın 2 həftə müddətində davam etdi və nəticədə 2400 məhbus güllələndi. Rusiya Qara Delfin. Qara Delfin koloniyasının adına tarixdə ilk dəfə 1745-ci ildə rast gəlinir. Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən Qara Delfin heykəlindən götürən Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir. Buradakı məhkumların təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az 5 cinayət deməkdir. Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər. Məhkumlar gündə yalnız bir dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün biraz daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əllər yuxarıda qandanlanmış halda ən azı 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar. Bağça gəzintisi də yenə belləri bükülmüş və başları üzərində ən az 3 gözətçi ilə reallaşır. 24 saat davamlı nəzarət altında olan məhkumların gün boyu oturmalarına ya da yatmalarına icazə yoxdur. Sadəcə yatmaq zamanı buna icazə verilir. Məhkumlar həbsxana bağçasından belə istifadə edə bilmirlər. Bağça içərisində də kameralar var. Burada yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə müxtəlif şorbalar verilir və bu zamanda kameralarından çölə çıxarılmırlar. 200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan indiyədək azadlığa çıxan olmayıb.